elə kətçiyəm. Rastına çıxırsan yuxularımın, hərdən gözlərimdən ev itirsən. Tutub ətəyindən duyğularımın, şəhərdə qarşımda ev bitirsən. Keyfimi soruşmaq istəyən zaman yanağın qızarır tər lalə kimi. Çeşmən də, çayın da durulur bir an, tökülür gözümdən şəlalə kimi. Hələ mən qarşında xəcalətliyəm, bağışla azmışam, sapmışam kəndim. Adını tapmadım xəritələrdən, ancaq ürəyimdə tapmışam kəndim. Hopub oturmuşsan kövrək canımda, soyumsan, kökümsən, nəslimsən mənim. Şəkil gəzdirmirəm heç vaxt yanımda, sən ilk surətimsən, əslimsən mənim. Səni hansı adla çağırım ciyər, gözümü tutmasın verdiyin ruzu. Ata kəndim desəm anam inciyər, ana kəndim desəm atamın ruhu. Sözün tapdalanıb, özündən bezib, tapmışsan deməyə iti söz kəndim. Şəhərin ütülü sözündən bezib, şalvarı pencəyi ütüsüz kəndim. Cahangir pirisən, Seyid Paşasan, hamı səcdə qılır Əbulqasıma. Məktəbin çatdırdı məni başacan, yoxsa kim baxardı yazı pozuma? Vaxtında öyrətdin hər bir mətləbi, dayaqsan, köməksən, dirəksən mənə. Səni aldatmasın şəhərin dəbi, sən köhnə görkəmdə gərəksən mənə. Çox sağ olunuz diqqətinizə qədər. Allah sizi var. Hər kəs özünün ibtidai məktəbdə, birinci sinifdə oxuduğu illəri xoş xatirə kimi anır. Və bu xatirələrdə ən əziz yeri əlbəttə ki, ona sevgi və qayğı ilə qələm tutmağı, yazı yazmağı, kitab oxumağı öyrədən müəllim tutur. Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir. Bu gözəl və şərəfli işin dəyərini bilən əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşmışlar. Müəllimlər şagirdlərin dərin və hərtərəfli bilik almaları, yaşadıkları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Valideynlə bərabər, bəlkə də ondan daha çox uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır yükdür. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır. Savadlı, bilikli, geniş, dünya görüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyini möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin nəticəsidir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyimizdə müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur. 11-ci sinif şagirdi Abbasov Rəşadətin də ilk müəllimi haqqında fikirlərini dinləyib. Tam hörmətli müəllimlər, əziz valideynlər, 11-cilər və birincilər. Mən də nəzərimdə 11-cilərə, birincilərə uğurlar arzulayıram. 11-cilər, biz bugün 11-cilər müstəqil həyata qədəm qoyuruq. Və bu müstəqil həyata hər bir 11-ciyə gücün ömür can sağlığı arzulayıram. Gələcəyi bütün ümidlərlə bərdəyirəm. Birincilərin çox arzumdur ki, bizim qazanı mərdimiz uğurları qazansınlar. Müəllimlərin tapşırıqlarını canla başla yerinə yetirsinlər. Onlara da gələcək illərdə uğurlar arzulayıram. Hörmətli müəllimlər, ilk əvvəl sizin hamınızı sağlamlayıram. Mənə birinci sinifdən yazı oxumağı öyrədən birinci sinif müəllimim İbrahim müəllimlərə sonsuz təşəkkürümü bildirirəm. Tüm müəllimlərə isə bütün ömür can sağlığı arzulayıram. Hamıza təşəkkürümü bildirirəm. Sonda çıxışımı müəllim şeiri ilə bitirmək istəyirəm. Keçən müəllimdən dərs almışam mən, sonra unutmuşam ancaq heç zaman. Adımı yazmağı mənə öyrədən, o ilk müəllimim çıxmır yadımdan. O həm qaraqabaq, həm mehribandır, səmimi ot dağlardı ürəyimizə. Atadan, anadan doğrusu bəzən, o doğma, o əziz gələrdi bizə. Çox sağ olun. Gözəl müəllimimiz Nəsir müəllimin yazdığı bir şeirdə ürəyə hərarət, gözlərə işıq, kəlməyə xoş məna, sözə yaraşır.
haqqın yollarını göstərən aşiq, sizləri görmüşəm əzəl, müəllim. Bizi böyütdükcə özün ucaldın, ağıllı başlara daim tac oldun. Sevindin, kövrəldin, vaxtsız qocaldın, zəhmətin olmadı Xəzəl müəllim. Müəllim zəhməti, çıxış edir 11-ci sinif şagirdi Abbasova sahibə. Salam əziz müəllimlər, hörmətli qonaqlar, sevimli birincilər, istəkli 11-cilər. Sizi son zəng münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Əziz birincilər, ilk sözüm sizədir. Arzum budur ki, dərslərinizi əla qiymətlərlə bitirəsiniz. 11 il oxuduğum sinif yoldaşlarım, sizə gələcək həyatınızda uğurlar, xoşbəxtlik arzulayıram. 11 il bizə elm öyrədən müəllimlərimizə çox sağ olun deyirəm ki, bu 11 il ərzində bizə elmlə yanaşı həyatı öyrətmişsiniz. O müəllimlər ki, bizim həyatımıza məşal kimi işıq satır, cəmiyyətə layiqli vətəndaş yetişdirirlər. Buna görə də sinif rəhbərimiz Qədir müəllim, ibtidai sinif müəllim İmran müəllim və digər müəllimlərimə təşəkkürümü bildirirəm. Son sözümü bir ben müəllim şəhri ilə bitirmək istəyirəm. Müəllimə baş əyir hələ də cahan, ondan hansı alim dərs almayıb ki, müəllim sözünə qulaq asmayan, tarixdə ucalmaz bil ki heç zaman. Mənə söz verdiyinizə görə sizə təşəkkür edirəm. Çox sağ olun. Bugünkü tədbirimizdə məktəbimizdə uzun müddət fəaliyyət göstərən müəllimlərimiz var. Mən onlara müəllimlər yox, müəllimlərin müəllimi deyərdim. O gözəl insanlara xahiş edirəm ki, yəni öz təbriklərini məzunlara bildirsinlər. Buyurun, Rəcəb əli müəllim. Çox sağ olun, Elten. Mən bugün məktəbdə olmayan, amma ürəyi həmişə məktəblə döyünən müəllimlər adından məktəbin bütün müəllimlərini, bütün kənd cəmaatını, bugünkü tədbirin səbəbkarlarını, birinci sinif şagirdlərini ürəkdən təbrik edirəm və hamınıza bu tədbirə xoş gəlmişsiniz deyin. Əziz 11-cilər, bugün siz arzularınızın qanadlarında uçursunuz. 11 illik acılı, şirinli, qayğısız məktəb illəri birazdan sizin üçün arxada qalacaq. Və məktəb illəri deyilən o cığır sizi keçmişə aparacaq. Xatirələrə dönəcək bu 11 illik məktəb illəri sizin üçün. Mən demək istəyirəm ki, insan həyatı pillələrdən ibarətdir. Müəyyən pillələr. Siz hesab eləyin ki, o ilk pilləni geridə qoymuşsunuz. Bugün sərbəst həyata qədəm qoyursunuz. Ömrünüzün o ikinci pilləsinə ayaq basırsınız. Sizin gələcək həyatınız attığınız o pillədən, o addımdan asılıdır. O addım sizi ucalda da bilər, sizi səhv yola apara da bilər. Mən arzu edirəm ki, siz düz yola gedəsiniz. Yəni, siz həm ata-ananız üçün layiqli övlad, həm məktəb üçün, müəllimləriniz üçün yaxşı şagird, həm şairət üçün layiqli övlad, Respublika üçün gözəl vətəndaş olasınız. Mən sizin hər birinizə ayrı-ayrılıqda və hamınıza birlikdə uzun ömür, can sağlığı, xoşbəxtlik arzulayıram. Məktəb illəri çox şey adama xatırladır. Hətta ilk sevgi, məhəbbət də bəzən görürsən məktəbdə atılır və ömrü boyu o qəlblərdə yaşayır. Mən
kiçik bir şiirle sizi o günleri hatırladıram. Düşür yadıma hərdən, məktəb həyətində mən yoluna göz dikərdim. Qəlbim sızlardı bizdən, sən dərsə gəlməyən. Durub anardım, gizli yanardım. Neçə dostun içində özümü tək sanardım, sən dərsə gəlməyən. Zəng səsi ucalardı, şagirdlər söz alardı. Gözlərim boş parkdanda, fikrim çöldə qalardı, sən dərsə gəlməyən. Düşünüb bunu bəzən, ya da düşüb həvəsdən. Nə gizlədim həqiqəti, mən də qaçardım dərsdən, sən dərsə gəlməyən. Mən bir daha sizin hamınızı təbrik edirəm. Sizə xoş günlər, bəxtəvərlik, saadət, can sağlığı arzulayırım. Birincilərə isə arzum budur ki, bugün özünün ilk addımlarını atan, bilik yolunda addımlayan birincilərə arzum odur ki, onlar həm valideynlərinin, həm də məktəb müəllimlərinin ümidlərini doğrulsunlar, yaxşı oxusunlar, gələcəkdə layiqli vətənə, şairdə vətəndaş olsunlar. Çox sağ olun. İndi isə söz birincilərindir. Birinci sinif şagirdləri Həmidli Ziya, Fərziyev Elmaş. Sevimli müəllimlər, hörmətli valideynlər, əziz 11-cilər, hamınızı dərs ilinin başa çatması münasibəti ilə təbrik edirəm. Sevimli müəllimlərimə çox sağ olun deyirəm. 11-cilərə həyatda uğurlar arzulayıram. Sinif yoldaşlarıma gələcək dərslərdən uğurlar arzulayıram. Sevimli müəllimlərimə coşqun bir çay kimi, bir bulaq kimi, sən həyat eşqi ilə coşdun, çanladın. Mümkün olsaydı açmaq qəlbimi, görərdin orada hərb olub adın. Sən uşaq könlümün eşqi ilqanın, andıydı ustadım, dostum, yoldaşım. Bunun üçün bu adı daşıyanların önündə hörmət təyin başlayır. Anamızın qəbrində yuva qurdum müəllim, nadanlardan qorundum. Ana yüzüm müəllim, qardan keçikdə sahibdir müəllim, düşmənləri gözündən enam tut müəllim, yolumuzun üstündə enam müəllim. Ömrümə bir çıraqsan, arzuma bir soraqsan, yaddan çıxmayacaqsan mənim ilk müəllimim. Anamın laylasısan, qəlbimdə qalasısan, könlümün qalasısan, mənim ilk müəllimim. Bağbansan, bar dərənsən, gül çiçək becərənsən, gözlərə nur verənsən, mənim ilk müəllimim. Söz 11-cilərin ilk müəllimləri olmuş İmran müəllim, Nadir müəllim və Eyvaz müəllimə verilir. Buyurun. Ben bütün tədbir iştirakçılarını salamlayıram. Eyni zamanda valideynləri salamlayıram. Həm 11-ciləri, həm birincilərin valideynləri burada iştirak edir. Onların hamısından xahiş edirəm ki, uşaqların belə ərsəyə çatmasında böyük zəhmətləri olur. Biz müəllimlərin də əməyi sizdən asılıdır. Biz həmişə sizdən asılı o vəziyyətdə, o şəkildə deyirəm ki,
Deməli, uşaq olmasa müəllim, mən bilirəm ki, heç nəyə gərək deyil. Ona görə bizim hörmətimiz yoxdur. Başqa mana çıxmasın. Və burada iştirak edən müəllimlərin əksəriyyətinə dərs demişəm. Evaz müəllim, Eltay müəllim. Bu simada 46 ali təhsilli müəllim, həkim, mühəndis mənim şagirdlərim olub. Eyni zamanda bizə dərs deyən müəllimlərimiz Nəriman müəllim, Nəsir müəllim, Fəzla müəllim, Rəcəbəli müəllim, Sabir müəllim, Zakir müəllim. Bunların da əməyindən biz istifadə eləmişik. Allah rəhmət eləsin, bizim əvvəlki müəllimlər dünyasını dəyişiblər. Rəhmətlik Sahib müəllim, İbadla müəllim, o cümlədən Mirzə müəllimin, Baxşəli müəllimin zəhmətini heç vaxt unutmaq olmaz. Mən ümid edirəm ki, bizlə bərabər indiki inciyinə çalışan İmran müəllimin zəhməti, Evaz müəllimin zəhməti heç vaxt unudulmayacaq. Bütün bu valideynlərə can sağlığı, 11-cilərə bundan sonraki həyatlarında xoşbəxtlik, uzun ömür, birincilərə də təhsildə uğurlar arzu edirəm. Ağlın bak koy pemiclə, tərbiyə kan ümüclə, ağıl çanda kubuka, rajyakan tümü baka. Bu da mənim şehrimdən bir kiçik misraydı, sizə oxudum. Hörmətli tədbir iştirakçıları, hamınızı salamlayırıq. Xoş gəldiniz deyirik. Bir daha bütün burada tədbir iştirakçılarından müəllimlər, qocaman müəllimlərimiz əyləşib. İndi hal-hazırda işləyən müəllimlərimiz, valideynlər, 11-cilər və 1-cilər burada iştirak edirlər. Mən bir daha o rəhmətə getmiş müəllimlərimizin ruhunu Allah tərəfindən şad olmasını arzulayıram. Burada iştirak edən bizim qocaman müəllimlərimizə çox sağ olun deyirəm. Çünki onlar da bizim təlim, tərbiyə almağımızda böyük əməkləri olub, böyük zəhmətləri olub. Onların qarşısında bir daha baş əyirik. Hörmətli 11-cilərə isə arzum budur ki, onlar öz bütün arzularını çata bilsinlər. Respublikamız üçün layiqli vətəndaş, valideynləri üçün layiqli övlad ola bilsinlər. Mənim də cüzi əməyim olubsa da, mən bununla qürur hissi keçirdirəm. Birincilərə isə arzum budur ki, onlar da gələcəyin Respublikanın ən savadlı, ən irəlidə gedən insanları olsunlar. Respublikamız onlarla fəxr eləyə bilsin. Bir daha çox sağ olun, minnətdarlığımı bildirin. Hörmətli valideynlər, əziz müəllimlər və əziz uşaqlar. Bugün gün münasibətilə təbrik edirəm. Birincilərə gələcək dərslərində uğurlar arzu edirəm. 11-cilərə də arzum budur ki, gələcəkdə səsləri ali məktəblərdən gəlsin. Mən 120 il bundan qabaq bu məktəbin həyətində 11-cilərin keçirdiyi həyəcanı, sevinci mən də keçirmişəm. Ona görə də biraz həyəcanlıyam, ona görə ki, müəllimlər qabağında danışmaq, çıxış eləmək biraz mənim üçün ağırdır. Onun üçün mən burada müəllimlərimə çox sağ ol deyirəm ki, burada əyləşən müəllimlərimə çox sağ ol deyirəm ki, demək, vaxtı ilə mənimlə əziyyət çəkiblər, gəlib bu günə məni çatdırıblar. Çox sağ olun, hər birinizə ayrıca təşəkkür edirəm. Sağ olun. Nadir müəllim də, necə ki, indi 11-cilər deyir ki, birinci sinifə dərs deyir. Mən də Nadir müəllim, mənim birinci sinifimdə və birinci sinifə gedəndə Nadir müəllim mənə dərs verir. Andırma kənd ümumi orta məktəbində. Nadir müəllimə çox sağ ol deyirəm. Çox sağ olun Nadir müəllim. Çox sağ olun, yenə də çox sağ olun. Bir daha sizi hamınızı bugün münasibəti ilə təbrik edirəm. Çox sağ olun. Çox sağ olun müəllimlər. İndi isə söz musiqinindir. Bir musiqi nömrəsi.
sensen, yuvam sensen. Benim gülüm babam sensen Azerbaycan. Azerbaycan, Azerbaycan, Azerbaycan. Benim gülüm babam sensen Azerbaycan. Azerbaycan, Azerbaycan, Azerbaycan. Vətən, doğma diyar, ana yurt. Vətən, babaların, dədələrin əmanəti. Vətən, tariximiz, ənənəmiz, azadlığımızdır. Vətən, bir millətin illər üzünü yaşadığı adətinin, ənənəsinin, varlığının, şuurunun, birliyinin torpağı ilə birləşdiyi bir məkandır. Elə bir məkan ki, ana qucağı kimi isti, ata qoyunu kimi əmin və etibarlıdır. Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyildir. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Biz vətənin suyunu içir, çörəyin yeyir, havasını uduruq. İnsan mənəviyyatını müəyyən edən, zənginləşdirən önəmli əxlaqi prinsiplərdən biri də xalq və vətən sevgisidir. Nahaq yerə ana vətən sözü işlədilmir. Vətən ana qədər sevilməli, ana namusu kimi qorunmalıdır. İnsanı ucaldan, onu dəyərini artıran bu qəbildən vətən sevgisidir. Hər bir xalqın fərdi qəlbində millət, xalq və dövlət sevgisi daşıyır. 11-ci sinif şagirdi Almasov Mir İsmail'in da vətənpərvərlik mövzusunda çıxışı var. Gəlin onu dinləyin. Bana sizlərə çox sağ olun. Mən də oraya gələn qonaqlara salamlayıram. Və biz hamımız vətənin evladıyıq. Vətənə layiqli evlad olmanın üçün bizdən çox şey tələb olunur. Yaxşı qorunmalı, vətənə yaxşı xidmət etmək hər birimizin borcudur. Bunun üçün isə yaxşı oxumaq, yaxşı davranmaq və vətənə yaxşı xidmət etmək lazımdır. Torpaqlarımızın 20%-dən işğal altındadır. Və biz çalışmalıyıq ki, hər zaman qərar verilən zaman biz çalışmalıyıq ki, torpaqlarımızı azad edək. Bu yolda birincilərə və 11-lərə burada uğurlar arzulayıram. 11-lərə arzu isə budur ki, bu görüş bizim sonuncu görüşümüz olmasın. Necə ki, bundan əvvəlki illərdəki məzunlar burada görüşür və keçmiş günləri yad edirlər. Və bizlərə və bütün müəllimlərə çox sağ olun. Sağ olun. İndi də söz birincilərindir. Birinci sinif şagirdi Novruzun Zahid, Ümmətlə Nüranə, Məhərrəmova Aynur. Hər sözünü, kəlməsini oxuyuram, bilirəm. Ay uşaqlar kim tapar, kim deyər ki o kimdir? Heydər baba, Heydər baba. Azadlıq bəxş elədi doğma yurda, elə o kimdir ki qüdrəti ilə düşdü dizdən dilə. Heydər baba, Heydər baba. Dalğalandı bayrağımız, azadlıq bəxş elədi doğma yurda, elə o kimdir ki qüdrəti ilə düşdü dizdən dilə. Heydər baba, Heydər baba. Dalğalandı bayrağımız, eldən elə dolaşdı. Heydər sözü, Heydər andı, bizdən dilə dolaşdı. Əziz uşaqlarım, biz Mardin davasında körpü yarada bilik, yerlə baş arasında. Qarba olmasa, torpaq minillik qarı, bircə gündə yetirər, arıq ayı öldüzü, göydən yerə gətirər. Qarba olmasa, torpaq başarı qarşısından vaxtız ölümgən düşər. İnsanın saçlarına 100 yaşından dən düşər. Müharibə olmasa. Çöldən düşən, hər yeri gülşən, sən nə gözəlsən ey ana vətən. Bağ əkinli hər bir
bucağın kızıl təkindir sənin torpağın. Böyütdün bizi, bildin qol qanat, yoxdur qəlb izi, şəndir bu həyat. Qəlbin canımsan, ey ana yurdum, isti qaynında hayliman. Bütün mənliyinizlə ana vətənimizə, Azərbaycanımıza borcluyuz. Hər bir insan yurduna sadiq və layiq vətəndaş olmağı üçün əlindən gələni əsirgəməməlidir. Biz hər birimiz Azərbaycan dövlətinin vətəndaşıyıq. Biz Azərbaycanımızı çiyinlərimizə qaldırıb, işıqlı sabahlara, aydın gələcəyə aparmalıyıq. Düşmənləri qəlbimizdəki vətən sevgisinin, vətən məhəbbətinin ateşi ilə məhv etməliyik. Vətən sevgisi. Çıxış edib 11-ci sinif şagirdi İsmailova Xəyal. Salam, çox hörmətli tədbir iştirakçıları. Sizin hamınızı sinif yoldaşlarım və şəxsən öz adımdan salamlayıb və bizim bu önəmli günümüzə, şənliyimizə, sevincimizə şərik olduğunuz üçün hamınıza minnətdaram. Vətəni qorumaq, onu gözəlləşdirmək, daha da varlı və qüdrətli etmək xalqımızın ən yüksək əxlaqi dəyərlərindən biridir. Böyük Peyğəmbərimiz vətən məhəbbəti haqqında belə demişdir. Vətəni sevmək imandandır. Bu sevgi vətənin ölümdürüm çağlarında, fövqəladə vəziyyətlərində daha qabarıq aşkara çıxır. Vətənpərvərliyin ən uca zirvəsi şəhidlikdir. Son ana qədər erməni cəlalların işgəncələrindən tab gətirib, müqəddəs Azərbaycan bayrağını təhqir etməkdənsə ölümü üstün tutan minlərlə gəncimiz vardır. Biz onlarla daim fəxr edirik. Sonda çox hörmətli prezidentimiz İlham Əliyevə bizə bu gözəl məktəb binası tikdirdiyi və bu 11 ildə təhsilimizə göstərdiyi qayğıya görə təşəkkürümü bildirirəm və çıxışımı bir bənd vətən şeirimlə bitirmək istəyirəm. Vətəni qorumaq haqqımız bizim, vətəni qoruyaq gözümüz kimi, vətən ana kimi qoynuna alıb, qış günündə belə isitdi bizi. Çox sağ olun. Yenidən söz 1-ci sinif şagirdlərindir. Şahbəran Yuva Şəhərlə Rəfiyeva Aynur, Rəvan Tərbizadə. Birinci sınıfı uğurla bitirdik. Sınıf yoldaşlarıma dersi belə davam etmelerini arzulayırım. 11-lərə hayatta qədəm qoydukları ilk gündən vətənə layiq övladlar olsunlar. Biz də çalışarıq dərsimizi yaxşı oxuyaq. Məktəblərdən qarşısında burcu qalmayaq. Vətən mənim bugünü, sabahki doyduğunu, haqqım var ki öyünüm, Azərbaycan deyəndə, ürəklərdə döyünüm, Azərbaycan deyəndə, günəş kimi müqəddəs bir həqiqət deyərəm, Azərbaycan deyəndə, dünya məni dinləsin, diqqət deyirəm, Azərbaycan deyəndə, Azərbaycan deyəndə, Azərbaycan buyda, qaraları silkələr, saldaşların köksündə, çiçək bitər, gül bitər, gözündə doğmalaşar, bütün xalqlar, ölkələr, Azərbaycan deyəndə. Vətənin dar günündə, onun dadına çatdım, üç rəngli bayrağımı zirvələrə ucatdım, yurdumuzun üstündən qodum qara kölgəni, məhv olmaqdan qorudum, xilaf etdim ölkəni, çiçəklənən ölkəmiz Gülüstana oxşayıb, özün olmasan belə əməllərin yaşayıb. Ana yurdum, çöllərin bir şən, hər yeri gülşən, sən nə gözəlsən, ey ana vətən, bağdır əkindir, hər bir bucağın,
Kızıl tekindir senin torpağın. Büyüttün bizi, verdin kol kanat. Yoktur qələm izi, şəndir bu həyat. Qəlbim canımsan, ey ana yurtum. Üstü qoynunda mən yuva qurdum. Müəllim çıraqdır, heç zaman sönməz. Həqiqət yoluyla gedərək dönməz. Məqamı ucadır, əyilməz, enməz. Qəlbi şəlalənin burulur suları. Gül açsın həyatda hər arzuları. Hər bir il ömrünə bahar gətirsin. Xoş tale üzünə günəş tək gülsün. İndi isə söz 5-ci sinifdən 11-ci sinifə kimi 11-cilərin sinif rəhbəri olmuş məktəbimizin gənc və istedadlı müəllimi Qədir Kərimova verilir. Buyurun. Sağ olun efendim. Tüm məclis iştirakçılarını, ən əvvəl sevimli müəllimlərimi, aziz cəmaatı, sevimli birinciləri və bu il müstəqil həyata qədəm qoyan 11-ciləri salamlayıram. Nə deyim, çətindir müəllimlər qabağında söz demək. Biri İmam Əlidən soruşdu, insanın neçə atası var? Dedi, 3 atası. Biri onu dünyaya gətirməyə vasitəçi olan ata. Biri öz qızını ona verən ata. Və yaxud qızını gəlin kimi alan ata. Biri də müəllim. Həmin şəxs çox ziyayə olur, deyir, bəs bu 3 atadan kim daha xeyirlidir? İmam buyurdu ki, müəllim. Mən öz əziz müəllimlərim burada oturub zəhmət çəkiblər məndən. Arzulan müəllim, Rəcəbəli müəllim. Yuxarıda Allahda, yerdə də sizin qabağınızda baş əyirəm. Bütün müəllimlərim, mənə dərs deyən bütün müəllimlərin qabağında baş əyirəm. Və bağışlayın sizin qabağınızda cəsarət edib söz danışır. Mən 5-ci sinifdən 11-ci sinifə qədər düzdür, bunlara sinif rəhbəri oldum. Ancaq həqiqəti deyim, yaxşı sinif rəhbəri olmadı. Heç kim də öyünməsin ki, mən tam sinif rəhbəri olmuşam. Heç kim bu çətin məsuliyyətli vəzifəsinin öhdəsindən tam gələ bilməz, bu mümkün deyil. Lakin çalışmışam ki, sizə bir yaxşı müəllim. Ona çalışmışam, demirəm yaxşı müəllim olmuşam, çalışmışam. İlk müəllim çıxış elədi. İmam Hüseyin öz balaca körpəsini, Əli Əkbəri dərsə birinci ilk əlifbanını öyrədəndə, ilk əlif hərfini öyrədən müəllimə gətirir bir dürrə qoyur. Dürrə içində 1000 dənə qızıl pul olan balaca kisədir. Müəllim qayıdıb deyir ki, bu çox deyil. Deyir, mənim verdiyim hara, sənin verdiyin hara. Halbuki bir dənə əlif öyrədib, bir dənə əni öyrədib. Baxın ha. Yəni,